Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. İnnehu hayrun nasirin ve mu'in. Nahmeduhu ve nestaînuhu. Summe's-salatu ve's-selam ala seyyidina ve nebiyyina ellezî summiye fis-semâi Ahmed ve fil aradina Ebu'l Qâsim Muhammed sallallahu aleyhi ve âlihi ve sellem ve ala âlihi teyyibin et-tahirin el-muntecebin fil aradin. Peygamberin Şabaniye xutbəsindən danışırdıq. Dediği Peygamber Şaban ayının son cüməsində Ramazan ayından bağlı xutbə deyib, Ramazan ayının fəzilətlərini xutbədə bildirib. Biz də çalışarıq ki, bir neçə söhbətlə həmən xutbəni çatdıraq. Gəldik, bu yerə yetişdik ki, Hz. Peygamber buyurur ki, وَرْفَوْ إِلَيْهِ أَيْدِيَكُمْ بِدُعَاءٍ فِي أَوْقَاتِ صَلَاتِكُمْ. Əllərinizi deyir ki, əllərinizi ona doğru qaldırın dua məqamında, xüsusən də namaz vaxtlarında. فَإِنَّهَا أَفْضَلُ السَّاعَةِ. O namaz vaxtları ən üstün vaxtlardır. Ramazan ayında adam namaz qılanda biraz o birisi aylarda qılınan namazlardan fərq eləməlidir. Hiss olunmalıdır ki, Ramazan ayında bu vaxtı qənimət bilir. Zövq almalıdır həmən vaxtdan. Çünki Ramazan ayında namaz vaxtlarında başqa bir feyiz gizlənir. Peygamber buyurur ki, Enzurullah əzzə və cəllə fiyhə bir rəhməti ilə ibadih. Çünki həmən vaxtlar Allah əzzə və cəllə rəhməti ilə öz bəndəsinə baxır. Elə baxır ki, o onu nicat üçün çağıranda ona nicat verir. Və yuləbbihim izanadu. Peygamber deyir ki, bəndə Allah'ını çağıranda, düzdür, tərcümələrdə yazırlar ki, bəndə Allah'ını çağıranda Allah da onun duasını qəbul eləyir. Amma belədir ərəbcəsi. Və yuləbbihim izanadu. Bəndə onu çağıranda Allah ləbbeyk deyir. Adətən aşağı yuxarıya deyər ki, baş üstə. Baş üstə. Nə qulluq? Peygamber deyir ki, elə bir aya qədəm qoymusunuz ki, bu ayda siz Allah'ı çağıranda Allah deyir ki, baş üstə. Nə qulluq? Neyinim sən üçün? Mən bilmirəm, daha bundan böyük nə söz deyilə bilərdi bu ayla bağlı. Allah bəndəsi onu çağıranda bəndəsinə ləbbeyk deyir. Deyir ki, buyur, eşidirəm. Elə mən bunu istəyirəm səndən. İstəyirəm ki, məni çağırasan, mən də sənin üçün, məsələm üçün qəmlərimi dağıdım, şadlığı həll eləyim. Neyinim sənin üçün? Xoşu gəlir danışmasından. Bəzi sözlər var, adam deməyə çəkinir. Bəzi sözlər var, adam deməyə çəkinir. Ki, izahını mən izah eləyə bilmərəm, bəlkə də onun üçün adam çəkinir. Deyir Allah Teala bəzən bir bəndə ondan bir şey istəyəndə Allah uzadır, geciktirir, vermir. Allah ondan danışığından xoşu gəlir. Onun Allah'a yalvarışından xoşu gəlir. Mən bunu ona görə deyirəm ki, bəzən adam deyə bilmir ki, çünki insanlar çox şeyləri özləri ilə başa düşürlər deyənə, ola bilər ki, adam başa düşsün ki, Allah adamı yalvartdırmaqdan zövq alır, adamın yalvarmasından zövq alır. Xeyr, belə deyil məsələ. Allah istəyir ki, bəndəsi Allahı ilə arasında rabitədən zövq alsın, zövqlü rabitə olsun. Deyir ki, rabit olur, Allah'a xüsusi ibadət eləyir. Mələklər deyirlər ki, ilahi, icazə verirsən, gedək onu ziyarət eləyək. Allah deyir ki, gedin, icazə verirəm sizə onu ziyarət eləməyə. Amma öncə gəlin sizə onun yerini göstərim, sonra gedin. Deyir, mələklərə Allah onun yerini cəhənnəmdə göstərir.
Mələklər təəccüb içərisində Allah deyir ki, indi necə getmək istəyirsiniz onu ziyarət eləməyə? Deyir, bəli, getmək istəyirik. İstəyirik gedək ona deyək ki, daha bu qədər əziyyət çəkməsin ki, yeri cəhənnəmdir. Nəyə lazımdır bu qədər daha zəhmət, zillət çəkir? Deyir, gəldilər bu abidin yanına, bu xüsusi zövqlü ibadət eləyirdi, salam verdilər. Dedilər ki, sənin ibadətin bihudədir, bihudədir. Dedi, niyə? Dedi, çünki Allah bizə sənin yerini cəhənnəmdə göstərdi. Deyir, kim göstərdi? Deyir, Allah. Deyir, tez başını qoydu səcdəyə, şükür elədi ki, Allah mənim cəhənnəmdə yerimi sizə göstəribsə, demək, mənim üçün ən yaxşı yer elə cəhənnəmdir ki, Allah yerimi orada sizə göstərib. Yəni, Allah mənə haranı təyin eləyibsə, o yer mənim üçün ən gözəl yerdir. Ən gözəl yerdir mənim üçün. İmtihan olunur bu bəndə. Bu bəndə imtihan olunur. Allah bəzən bir bəndəsinə bir şey verməməklə ona qədir qiymət bildirir. İnanın Allah ki, mən bu mövzunu izah eləməyə deyirəm, doğrudan çətinlik çəkirəm, amma oturun həyatınızı analiz eləyin, görəcəksiniz ki, Allahın vermədiyində rəhməti verdiyindən qat-qat yuxarıdır. Allahın ətası, Allahın verməsi bəzən verməməkdir. Bunu misallarla həyatınızdan tapa bilərsiniz. Misallarla həyatınızdan tapa bilərsiniz. Birisi vardı, mənə bir dəfə danışdı. Dedi, mən bir bahalı maşın fikirləşirdim, alım. Onu həddən artıq çox istəyirdim. Çox istəyirdim. Elə pulunu da düzəltmişdim, almağa getmək istirdim, səhərə almağa gedəcəkdim. Yuxuda gördüm ki, yolda almışam o maşını, yol gedirəm həmən maşından. Həmən maşından yuxuda girdim kamazın altına. Yuxudan durdum tər suyun içərisində. Həmən maşının, indi o maşını alıb almamaq deyil mövzu. Həmən maşının o günə kimi məndə olmamasının ləzzətini yaşadım. Ləzzət verdi mənə ki, nə yaxşı o maşın olmayıb. Nə yaxşı olmayıb. Olmamağının kefi gəldi mənə. Olmamağının ləzzəti gəldi mənə. Bəzən Allah verməməsi ilə əta eləyir insana. Deyir, qiyamət günü bəzi dualarımız var, güman edirik onlar qəbul olunmayıb. Qiyamət günü o duaların Allah mükafatını bizə verəndə deyir, bəndə fəryad eləyəcək, ağlayacaq. Mələklər deyəcək ki, Allah sənə mükafat verir. Nəyə bu qədər kədərlənirsən, nəyə bu qədər darıxırsan? Deyəcək ki, kaş dünyada heç bir duam qəbul olmayaydı. Kaş. Nə verirmiş ilahi burada? Allah bu ayda adama ləbbeyk deyir, danış. Deyir ki, gəl danış mənlə, mən səndən danışmaq istəyirəm. Ey cəmaat, Peyğəmbər buyurur, nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan bağışlanmazı istəməklə onları azad eləyin. Ruhlarınızı azad eləyin səməllərin girdabından. Belləriniz günahlarınızın ağırlığı ilə əyilmişdir. Deyirlər, ən ağır yük dünyada heç bir yük götürməyənin yüküdür. Heç bir məsuliyyət götürməyən adam var, bihudə adam, avara adam. Kaş o görə biləydi ki, boynunda nə qədər yük var. Ən ağır yük götürməyənin yüküdür. Kaş görə biləydik ki, günahlar boynumuzda nə qədər ağır yükdür. Nə qədər sındırır bizim belimizi. Elə bilirik ki, günahlar bizim azadlığımızdır, istədiyimizi eləyirik. Daha bilmirik ki, nə boyda yükün altına giririk. Peyğəmbər belə deyir, belləriniz günahlarınızın ağırlığı ilə əyilmişdir, uzun səcdələrlə onların ağırlığını azaldın. Uzun səcdələrlə. Bilin ki, uca Allah namaz qılanları, səcdə edənləri əzaba düçar etməyəcəyinə və onları qiyamət günü insanların hesab verdiyi zaman cəhənnəm əzabı ilə qorxutmayacağına söz vermişdir. Ey cəmaat, hər kəs bu ayda
oruç tutan bir möminə iftar süfrəsi açsa, Allah yanında bir qul azad etmək qədər savab qazanır. Və bu iş onun keçmiş günahlarının bağışlanmasına səbəb olar. Bu zaman bir nəfər soruşdu, ey Allahın Rəsulu, bizim hamımızın imkanı yoxdur ki, kiməsə qonaq, kiməsə iftar verək, kimisə qonaq edək. Nə edək biz? Peyğəmbər buyurdu, yarı xurma dənəsi sədəqə verməklə də olsa, cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə də olsa, cəhənnəm odundan qorunun. Yəni fikirləşmə sənin nəyinsə yoxdur. Yarı xurma verməklə də iftar vermək savabın qazan. Bəzən olur, indi son zamanlar biraz dəb olub bəzi şeylər, oturublar süfrədə, biri ehsan verir, bu götürür o ehsan verənin xurmasından verir başqasına, istəyir ki, onun savabını əldə eləsin. Olsun, bəlkə də savabı varsa Allah savab versin inşallah, amma doğrudan da səxavət haldır. Səxavət malla deyil. İnsan gərək verə biləcək ürəyə sahib olsun. Bəzi adamlar var, əllərində mülk azdır, amma böyük ürəyə sahibdilər. Böyük ürəyə sahibdilər. Mən adam tanıyırdım, xərçəng xəstəsi idi, deyirdi, gülürdü. Gəldilər ona xəbər verdilər ki, filan kəs bu xəstəliyə tutulub, uşaq kimi oturdu, ağladı. Uşaq kimi oturdu. Özün bu xəstəlikdəsən, başqasında eşidəndə bu xəstəliyi ağlayırsan, deyir ki, mən yaşadığım qədər yaşamışam. Mən bu dünyada biraz yaşamışam, biraz gördüyümü görmüşəm, amma o cavandır. Gör necə insan ürəyi başqası üçün yana bilir. Bəzən olur, adam öz əlindəkini başqası üçün xərcləməkdən zövq alır, ləzzət alır. Ona görə iftar vermək, başqasına iftar vermək, mal, mülk məsələsi deyil, ürək məsələsidir. Mən bunu sizə deyim, bunu izah edeyim mən. İnanın Allah ki, Allah yanında bəzi şeylərin qiyməti fərqlidir. Fərqlidir. Biri üçün bir şey eləmək istəyirsən, amma əlindən gəlmir. İstəyirsən doğrudan eləyəsən, əlindən gələn şeydən bəlkə qiyməti çoxdur. Bəlkə Allah yanında əlində gələn şeydən qiyməti çoxdur. Məsələn, biri üçün yanırsan, istəyirsən ki, onu sağaldasan, onun üçün nəsə eləyəsən, amma əlindən gəlmir, yanırsan. Versən, gedib köf eləyib yatarsan. Verə bilmirsən, yoxundur, yata bilmirsən. Hansının savabı çoxdur? Hansının əcri çoxdur? İnanın Allah ki, bizim cəmaat üçün eləyə biləcəyimiz hisslər, eləyə biləcəyimiz işlərdən böyükdür. Hisslər işlərdən böyükdür. Mən bunu misalla tamamlayım, misalla anlaşılan olsun. Peyğəmbər zamanında biri namaza gecikir, gec gəlir namaza, bir rikət gecikir. Peyğəmbər indi 4 rikətdir namaz qılır, adam bir rikət gecikir. Gəlir Peyğəmbərə qoşulur, namazını qılır, namaz qutarandan sonra durur bir rikətini davam eləyir. Peyğəmbər sonra yaxınlaşır Peyğəmbərə, deyir ki, mən belə gəldim və bu şəkildə elədim. Siz belə öyrətmişdiniz, mən də belə elədim. Bir rikət gec gəldim, sizlə bir yerdə cəmaat namazı qıldım, sizdən sonra da qalxdım, bir rikətimi tamamladım. İndi mən Allah yolunda nə qədər pul xərcləsəm, bu itirilmiş savabı qazanacam ki, bir rikətə gecikdiyimin savabını qazanacam. Peyğəmbər deyir ki, əli ilə göstərir Əbu Qubeys dağını, deyir Əbu Qubeys dağı qədər qırmızı qızılın ola, Allah yolunda xərcləyəsən, bu itirdiyini qazana bilməyəcəksən. Yəni bunu qazana bilmədiyini düşünmək, bunu nə ilənsə kompensasiya eləməkdən daha üstündür. Çünki
itirdiyin şeyin fərqindəliyin gətirdiyi savab, qazandığın şeyin qazandığından gətirdiyindən qat-qat üstündür. Yəni sənin o narahatçılığın, bir dəfə bir qardaş mənə dedi, oturmuşduq belə məhramana məclis idi. Mənə dedi ki, mənim atam çox abırlı da insandır. Təsadüf gündə olub da deyir, mənim atam mənə dedi ki, məni filan kəndə apar, filan dostumun yanına. Mən də deyir, yalan dedim ona. Dedim, işim var filan zat. Atam həmən gün dünyasını dəyişdi. Həmən gecə dünyasını dəyişdi. Mən ondan sonra özümə gələ bilmirəm. Mən neyniyim, rahatlıq tapım. Dedim, mən də sənə rahatlıq yolunu öyrətsəm, mən sənə səhv yol təqdim eləyərəm. Bu narahatçılıq sənin neymətindir. Şöyle narahat olsan adam olacaqsan. Ha vaxt ki bu yadıva düşəndə rahat oldunsa, bil ki həmən gün adamlıqdan çıxmısan. İnanın Allaha ki, bəzi şeylər var ki, Peyğəmbərə sual verir, bəlkə yoxumuzdur. İnanın, olmayan adamın etmək istədiyi şeyin savabı, içdən-içə etmək istədiyi şeyin savabı, edənin savabından bəlkə də yuxarıdır. Allah'ın verirəm, İzzət Cəlalına, böylüyünə, kəramətinə Allah bu mübarək ayda feyizli oruç tutmağı, xeyirli Ramazan ayı keçirtməyi bizə nəsib eləsin inşallah. Assalamu aleykum və rahmetullahi və barakatuhu.